Qədr gecəsi Quran-ı Kərimin nazil olduğu gecədir. Allahın bəşəriyyətə son kitabı olan Quran-ı Kərim məhz Qədr gecəsində nazil olub. Quranda 2 ayə var. Bir, Qədr gecəsində Quranın nazil olmasını bildirir. Bir də Ramazan ayında Quran-ı Kərimin nazil olduğunu bildirir. Yəni bundan bu 2 ayədən məlum olur ki, Qədr gecəsi Ramazan ayına təsadüf edir. Çünki Quranda bir yerdə buyurulur ki, biz Quranı Qədr gecəsində nazil etdik. Digər tərəfdən buyurulur ki, Ramazan ayı Quran nazil olduğu aydır. Deməli, Qədr gecəsi Ramazan ayına təsadüf edir və Qədr gecəsi hansı gecə dəqiq bilinmir. Ramazan ayının 19, 21, 23-cü gecələrinə təsadüf etmə ehtimalı daha çoxdur. Yəni bu barədə dəqiq bizə məlumat verilməyib ki, insanlar o gecəni axtarsınlar və bir neçə gecəni oyaq qalsınlar. Qədr gecəsi nədir sualına cavab olaraq bunu deyə bilərik ki, Qədr gecəsi Quran-ı Kərimin Peyğəmbərimizin qəlbinə nazil olduğu gecədir. Qədr gecəsi ilk olaraq oyaq qalmaq tövsiyə edilir. Biz əhya sözü işlədirik. Əhya dirilik mənasını ifadə edir. Yəni insanın diri olması, dirilməsi mənasını ifadə edir. Əhya gecəsi, yəni qəlblərin oyandığı, qəlblərin dirildiyi bir gün. İnsanın təkcə gözünün oyaq qalması lazım deyil bu gecədə. Həm də insan qəlbən oyanmalıdır, özünü təftiş etməlidir, öz keçmişini bir daha gözünün önünə gətirməlidir, buraxdığı səhvləri etiraf etməlidir. Bu gecə düşünmək fürsətidir. Qədr gecəsində eyni zamanda müəyyən dualar edilir. Quran baş üzərinə qaldırılır, onun üzərində müəyyən anlar verilir Allaha, 14 məsumun adı çəkilir və öz dualarımızı edirik. Qədr gecəsinin xüsusi namazları var, kitablarda qeyd olunub və 2 rükət Qədr gecəsinin namazı var. Dua kitablarına insanlar müraciət edə bilər və o namazın da qaydasını öyrənə bilərlər. Hədislərdə qeyd olunur ki, o namazı bitirən kimi Allah onun özünü və valideynlərini bağışlayır. Yəni Qədr gecəsi bir rəhmət gecəsidir. İnsan müxtəlif əməllər edə bilər. Qədr gecəsi oyaq qalmamaq günah deyil, yəni yatmaq günah deyil. Amma bu böyük bir mühüm fürsətdir və adamın heyfi gəlir ki, belə bir fürsət zamanı insan yuxuda olsun və bu fürsətdən yararlana bilməsin. Fürsətdən yararlanmaq üçün isə oyaq qalmaq, o gecəni mümkün qədər ibadətdə keçirmək, dualar deyildikdə həm kitablardan nəql olunmuş dualar, eyni zamanda da öz dilimizdə, öz başa düşdüyümüz tərzdə Allahla danışmağımız lazımdır, öz istəklərimizi Allaha ifadə etməyimiz keçərlidir. Yəni elə öz dilimizdə də olsa, qəlbimizdən gələn sözlər Allaha deyilərsə, bu bir səmimi ünsiyyət yaranmasına səbəb ola bilər.